Salam əziz izləyicilər. Növbəti yeni videodan xoş gördük. Deməli belə bir TV box var. HK1 Airbox. HK1 Airbox model W2T Android 11 2.16 yaddaş. Deməli bunun prosesoru Amlogic W2. Yəni TV box çox yaxşı TV boxdur. Prosesoru Amlogic S905W2 stabil işləyən bir prosesordur, çox qızma vermir. Həmçinin də müxtəlif yazılımları dəstəkləyir. Bu gün də bu TV boxa Slimbox yazılım yazacağım inşallah. Düşünürəm ki, daha stabil və daha sürətli işləyəcək. İndi kompüterdə göstərim. Mən hal-hazırda proqramı aktiv eləmişəm. USB Burning Tool. Slimbox rəsmi səhifəsindən proqramı, daha doğrusu yazılımı yükləyə bilərsiniz. Deməli, ilkin olaraq nə edirik? Lazımi proqramı, yazılımı yükləyirik. Proqramı aktiv edirik. Sonra buradan proşifka seçirik, yəni yazılımı seçirik və hazır vəziyyətə gətiririk proqramı. Sonra təbii ki, bizə hər iki tərəfi USB-A olan qısa bir USB kabel lazımdır. Deməli, USB girişinə taxırıq kabeli. Sonra biz buradan proqramdan start verdikdən sonra burada USB girişinə digər kabeli gördünüz ki, proqram TV boxumuzu gördü. Hal-hazırda proşifkası, yəni yazılımı gedir. Təqribi olaraq hardasa 3-5 dəqiqə ərzində yazılım yazılacaq. Bu arada mən bir məlumat verim ki, Amlogic prosesorlarda Slimbox yazılımı Amlogic prosesor TV boxlar üçün daha çoxdur. Çünki Amlogic prosesorlar daha dözümlü prosesorlardır, daha stabil yazılımı qəbul edir. Digər prosesorlar üçün də var Slimbox yazılımı, amma orada çox azdır. Yəni, əsas Slimbox yazılım Amlogic prosesorlu TV boxlar üçün nəzərdə tutulub. Məsəl üçün, Amlogic S905W2 ilə TV box alsanız, yəni mən məsləhət görürəm ki,
ilk növbədə Slimbox yazılımı yazmaq lazımdır. Çünki Slimboxda həm yaxşı işləyir, TVBox stabil işləyir, həm funksionallığı çox olur. Müxtəlif orada proşifkanın, yazılımın içində quraşdırılmış proqramlar gəlir, hazır. Sonra parametrlərində orada müxtəlif əlavələr olunub. Bir sözlə desək, Slimbox yazılım istifadə üçün daha münasibdir. Nəinki zavoddan birbaşa gələn yazılımlar. Artıq 55% yazılım yazılıb. İnşallah uğurla nəticələnər. Bu arada onu qeyd edeyim ki, yazılımları yazanda təbii ki, diqqətli olmaq lazımdır. Hər bir detayı nəzərdən keçirmək lazımdır. Çünki adi bir fayl səhvi və yaxud da ki, digər bir səhv, düzgün seçilməyən yazılım və yaxud da ki, belə bir proses getdiyi halda kabeli kompüterdən ayırmaq və yaxud bu tip müxtəlif səbəblərdən TVBox-umuz yararsız hala düşə bilər və istifadəsiz hala gələ bilər. Əgər kimdəsə belə TVBox-lar varsa, əsasda Amlogic prosesorda W2, Y4, X5 bu tip TVBox-lar varsa mənə müraciət edə bilər. Slimbox yazılımı yazıb verə bilərəm. Həmçinin Allwinner 618, 313-də olan prosesorlarda da yazmaq mümkündür. Amma onu dəqiqləşdirmək lazımdır ki, həmin TVBox-a uyğun Slimbox versiya varmı, yoxmu? Yenə də siz müraciət edin. İnşallah mümkün olduğu qədər yazılım yazıb verə bilərəm. Təbii ki, daha stabil və daha sürətli işləyəcək. Görürük ki, 97%-ə gəlib çıxmışıq. Təqribi 5 dəqiqəyə yaxındır. Hardasa yazılım davam edir. Burada gördük ki, artıq yaşıl rəng görsəndi. Bu deməkdir ki, yazılım uğurla həyata keçdi. Həm də burada görürsünüz ki, burn success, yəni uğurla yazıldı. Son mərhələdə buradan stop deyərək sonra biz TVBox-umuzu ayırırıq. İndi yazılımı tamamilə dəyişdi. Oldu Slimbox Android TV 11. İndi biz bunu televizora qoşaq və Slimbox proşifka ilə, yazılımla yaxından tanış olaq. Slimbox'un logosu ekrana gəldi. Slimbox yazılımının ayarlarından eğer istəsək biz bu logoları dəyişdirə bilərik. Orada müxtəlif variantlar var.
İlkin olaraqdan dil seçimləri ekrana gəldi. Görürsünüz ki, bütün dil seçimləri burada mövcuddur. Məndə internet LAN kabel vasitəsilə bağlanıb. İstəsək akkaunta daxil ola bilərik, istəməsək. Bunu keçirik. Yazılımdan sonra ilkin mərhələdə belə gözləmə normal haldır. Çünki buradan qəbul edirik. Nə deyirsə buradan adlandıra bilərik. Android TV məsələn. Slimbox'un ilkin ana ekranı açıldı. Burada gördüyümüz quraşdırılmış tətbiqlər Slimbox'un yazılımının içində hazır şəkildə gəlir. Deməli, bu videoda yalnız Slimbox yazılım haqqında məlumat verim. İlkin olaraq ayarlar bölümünə gedək. Təbii ki, set və internet 5G-ni dəstəkləyir. Sonra ümumi ayarlar Androiddə olan, Android TV-Box'larda olan Android ayarlar. Buradakı ayarlarda əsas diqqət çəkən bu tokda olduğu halda pultdakı söndürmə, yandırma knopkasının hansı funksiyaya istəsək o funksiyada qoya bilərik. Yuxu rejimi, tamamilə söndürmə, perezagruska, yəni ki, yenidən başlatma seçə bilərik. Təbii ki, bu yazılımda ən maraqlısı Slimbox'un öz ayarlarıdır. Buradan interfeysdə biz şriftləri böyüdüb kiçildə bilərik. Ekrandakı yazıları böyüdüb kiçildə bilərik. Animasiyaları buradan azalda bilərik, çoxalda bilərik. Animasiyaların az olmağı biraz sürətli işləyir. Animasiyalar az olanda biraz sürətli işləyir. Keçidlər, açılmalar. Sonra bizdə nə var? Boot video. Buradan istədiyimizi seçib qoya bilirik ki, TV-Box açılanda hansı formada açılsın. Həmçinin də açıldıqdan sonra növbəti mərhələdə animasiya hansı şəkil kimi bayaq gördük ki, ilk açıldıqda Slimbox TV gəldi. Biz buradan Google TV, Android digərlərini seçə bilərik. Logoları da dəyişdirə bilirik. Sonra bizdə nə var? Burada ayarlardakı, yazılardakı işarələri dəyişdirə bilərik, formasını, rəngini. Launcherdəki
Tətbiqlərin formalarını dəyişə bilirik. İstədiyimiz formada dairə, gül, ürək formasında müxtəlif formaları buradan seçə bilirik. Kursor, mausun hal-hazırda görürsünüz ki, məndə belə bir işarə var. Biz buradan istədiyimizi, məsələn, bu qırmızını aktiv edə bilərik. Təbii ki, bizdən bunu dəyişmək üçün icazə istəyir. İndi yoxlayaq. Burada yenidən başladandan sonra bu dəyişdiriləcək. Əsas dəyişiklikləri edəndən sonra təbii ki, TVBox-u yenidən başlanmasını tələb edir ki, dəyişikliklər həyata keçsin. Kursor şriftləri də istədiyimiz yazı formasını seçib qoya bilirik. Eyni qaydada dəyişir. İnternet vasitəsilə buradan da DNS vasitəsilə reklamları blok eləməyə bir bölmə var. Burada sistem panelləri, burada səs panelinin yerini hal-hazırda görürsünüz ki, aşağıdadır. Biz bunu məsələn sağ tərəfə keçirə bilərik. Görürsünüz ki, səs paneli sağ tərəfdən göründü. Burada mausun sürətini ayarlamaq. Burada istəsəz belə böyüdə bilərsiniz, istəsəz kiçildə bilərsiniz belə. Səsli axtarış bölümü də təbii ki var. Buradan həm Google, həm Yugosun axtarış sistemini seçə bilərik. Burada axtarışlarda, tətbiqlərdə, bütün tətbiqlərdə axtarsın bölümü var. Onu aktiv edə bilirik. Burada tətbiqin açılışı, yəni ki, TVBox ilk dəfə qoşulub açılanda istədiyimiz tətbiqi qoya bilərik ki, TVBox açılanda həmin tətbiq açılsın. Məsələn, bu YouTube ola bilər, digər IPTV playerlər ola bilər. TVBox başlayanda həmin proqramla avtomatik başlayır. Bluetooth, təbii ki, Bluetooth-la qoşulan hər hansı bir cihazı bağlaya bilərik. Ayarları göstərdim. Kifayət qədər sürətli işləyir. Görürsünüz. İstəsək biz burada səs bölümündə sistem səslərini aktiv edə bilərik. Görürsünüz ki, sistem səsləri aktiv oldu. Slimbox yazılımda demək olar ki, TVBox kifayət qədər sürətli işləyir, stabil işləyir. Buradan ana ekranda istədiyimiz proqramların ayarlaya bilərik buradan. Bu hissədən sıralı olaraq həmin proqramları görürük. Oradan bizə videolar və yaxud da ki, digər filmlərdən, YouTube-dakı videolardan bizə qısa şəkildə aşağıda
bu hissədə göstərir və oradan seçib baxa bilirik. İşləməyini görürsünüz. Kifayət qədər sürətli işləyir. Görürsünüz. Təbii ki, həm Tvbox'un gücündən asılıdır, həm də ki, yazılımdan asılıdır ki, ikisi bir yerdə olduqda belə stabil, sürətli işləyir. Son olaraq da Google asistantı yoxlayaq. Təbii ki, ilkin olaraq bizə icazə istəyəcək. Google account'a daxil olmadan da biz səsli asistantdan istifadə edə bilərik. Aktiv eləməyimizi istəyir. Какая погода? Сейчас в Баку 12 градусов и ясно. Görürsünüz ki, Открой Google Play. Открываю приложение Google Play Store. Tvbox hansı dildədirsə, Google Assistant da təbii ki, həmin dildə işləyir. Dillər bölümündən Türk dilində seçib ondan istifadə eləmək mümkündür. Sadəcə Rus dilində burada tərcümə tam dəqiq şəkildədir, amma Türk dilində digər dillərdə, tərcümələrdə bəzi bölümlərdə tərcümə edilməyib, ancaq ingiliscə qalıb. Bu qədər, əziz izləyicilər. Kim istəsə belə bir yazılım, belə bir interfeys sürətli və stabil işləsin Tvboxlarında mənə yazın, müraciət edin. Əgər Tvbox təbii ki, Slimbox yazılımı dəstəkləyirsə, mən sizin üçün bunu yaza bilərəm. Kanalıma abunə olun ki, videolarımız daha çox olsun. Bəyənmə eləyin ki, qoy çox insanın qarşısına çıxsın ki, videolarımızın baxış sayı çox olsun. Əsas da abunə olmaq çox vacibdir. İzlədiyinizə görə sağ olun, var olun. Növbəti videoda görüşərik.